Herkese salam dostlar, yeni videoma xoş gəldiniz. Bugün bildiyiniz kimi güncəlləmə gəlib və artıq 200 parça toplayandan sonra istədiyimiz qəhrəmanı özümüz aça biləcəyik. Və mən video çəkməmişdən qabaq çox istədiyim şövalyə qəhrəmanını açmışam. Bugün də sizinlə bir yerdə həmin qəhrəman şövalyə ilə oynamaya çalışacağım. Getdik. Sinan. Bol şans. Hörmətimizi bildirək əvvəlcədən. Düş deyə bir başqa. Oxçu. Yəqin ki, X-ray dəstəsi ola bilər. Yox, dev dəstəsiymiş. Bir qoy bismillah deyək. Nə olur? Boşluğun üçün üzmə keçir. Neydi onun adı? Skeletlər qalaya vura bilmədi. Bu yaxşı oldu. Maska dəymişək kimi. Hayda. Görsəydim heç onu atmazdım mən. Eybi yox. Silahşör ataq. Aha, qalaya getmədi. Silahşörə də vura bilmədi. Yaxşı oldu. Dev, məzarlıq, atıcı. Çətin olacaq. Qasırğası varsa daha dəhşət. Başladıq. Skeletləri zəhərlə tutmaq yaxşıdır. Bu top niyə öldü? Ayda. Atıcının vurduğu topa dəyirmiş. Qalaya vuranmadı. Oydu. Bunu heç gözləmirdim həqiqətən. Yaxşı müdafiə idi. Deyirsən, məzarlığı biraz çəmsiz atırdı ya. Zəhərlə rahat müdafiə eləmək olur. Zəhər istifadə eləməyəcəm. Əslində istəyirdim atım. Meqadal kavuka. Sonra dedim ki, məzarlığa saxlayayım. Vuracaq. Vura bildi. Aha. Yine bir zəhər. Burada mən hücuma keçməyə çalışıyorum. Dev. Oyda birini vurdu ya. Dedim vura bilməz. Eyb yox. Can sağlığı. O nədir oxçular? Tomruqda yatdan istifadə eləmirəm. Hər ehtimal atım. Bədənçinin birini belə. Zəhər. Həmişə şu qoydu da. Bu dəfə deyəsən vuracaqlar birini. Skeletlər deyirəm. Yox, yenə heç vura bilmədilər. Mədənçin biraz soldan. Silahşör ayda sağa getdi. Heç goblinlərdə istifadə eləməmişəm demək olar ki. Oyun başlayandan sol tərəfdə qalır. Görən alıb top falan var. Hər şey düzəcək, problemdir. Bu dəfə zəhər çatmayacaq. Bu neydi? Demirlər bu oyunda birinci dəfədir şövalyənin bacarığını istifadə elədim. Deyirsən qalaya burası büyük şey yoxdur. Yaxşı. Nəsə qəribə başladı, eyb yox. Berard. Bol şans. Bir dəfə vurdu. Divar qırıcıları da qalaya vurdu. Amma qalaya vurur. Vurmadı.
Maşın atma. Temiz saçtı mı? Divar qırıcılarından sol tərəfdən gedək görək. Mədənçi istifadə elədi. Eybi yox. O, sağ olsun, buraxdı. İşləri gecişdirdim. Demək olar ki, ən bezdirən bina kartından biri də bomba qalasıdır. Oyun. Bütün şey yok ki. Heç istifadə eləmədim. İstifadə eləməsəm ondan yaxşıymış. Belə oxçaya vurmamışdı ya. Əla, amma vurdu və öldü. İksirimiz toplansın. Skeletatif, mədənçi, qırıcılarla hücuma keçərik görək. Bu niyə olub topladı ki? Daha doğrusu bir smanlik atın. Oy. Neyse çatdıramayacağım, boş ver. Kral qarşısını dəqiqləşdir. Ayda şarjlanmadı. Eybi yox. İnşallah ki boyunu udacağıq. Bıraxdı. Teşekkürler. O, dur. 5 dənə özdə. Bir tek nəsil ondan. Adını oxumadım. Tomruq atsa yaxşı olardı. Amma yox, gözdədir. 2.6 dairə dəstəklənir, səhv eləmirəmsə. Ya donuz zəlzələdi, ya da ki plastik silahşörlə. Silahşördür. En azından qəhrəman deyil, amma fikir vermədim. Təkamüllüdür, yəni evrimlidir yoxsa yox. Oyda. Deyəcəkdim Molotovdursa avantajdayıq. Digər ki, buz qolemi şeydir. Qəhrəman. Gedişdirdik deyəsən. Hə, eybi yox. Məndə bina kartı yoxdur. Fikir vermədim, tomruq işlətdi yoxsa yox. O, əla. Qalaya heç bir dənə də zərbə almamışıq. İncə fikir verdim. Bu dəstə ilə əvvəl çox oynayırdım. Bir videoda da qeyd eləmişdim ki, ancaq 2.6 ilə oynayırdım deyə. Elə bilirdim ki, bundan başqa dəstə yoxdur da. YouTuberlər falan dəstələr göstərirdi ki, məsəl üçün yaxşı dəstə var, bu dəstə elədir, bu dəstə belədir. Mən hələ qoymurdum. Öz dəstəmdən axıra kimi oynamağa çalışırdım. Bunu atacağım daha doğrusu, atmalıyam yox. Ayda çox pis attım. O qədər topla oynamışam ki, Tesla çox balacadır deyə yaxşı tutuzdura bilmirəm. Tomruq istifadə edəcəm, boşuna şey olmasın, ona kimi də əlimə Tesla gəlsin. Biraz bura qoyacağım. Ki birdən silahşör evrimli olar. Aha, 2 evrimlidir. Ortaya qoyardı da dedim birdən. Bütün hər şeyi düzür ki, əlinə donuz gəlsin, Allah bilir. Əslində şansımız var, amma hər şeyi töküb donuz atmağa çalışacaq. Onun üçün bunu atacağım məcbur. Yaxşı ki, goblinlər biraz qırağa qoymuşam, amma yox, hamısı öldü. Tesla da vurur, əla.
Biraz problemdir. Heç bunu da istifadə eləməmişəm. Ayda qoydu da bax deyirəm də. Vura bilmədi. Ne yapayım, bütün qarışdırdım hər şeyi. Yəni işte, uduzduq. Yaxşı oyun idi. Belə çox uzatmayaq, gəldik videonun sonuna. Belə videoların davamlı və çox olmağını istəyirsinizsə, aşağıdan videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İnşallah növbəti videolarda görüşənədək özünüzə çox yaxşı baxın, sağ olun, salamat qalın.